Salamlar. Yeni video ile aranızda yeniyəm. Ad günü hədiyyələrimdən bir hissəsini sizlərlə bölüşmək istəyirəm. Veloradan belə bir gözəl baxım seti hədiyyəsi gəlib. Gəlin birlikdə açaq. Səbətin içərisindən belə bir gözəl materialda gecə gözlüyü çıxıb. Əvvəllər kimsədə istifadəsinə mənasız və maraqsız baxardım. Hal-hazırda isə çox maraqlıdır. Hətta deyərdim ki, hər gün istifadə edirəm yatarkən. İkinci bir məhsulumuz belə bir bədən kremidir. Hələ ki istifadə etməmişəm. Qablaşması, aroması və qoxusu möhtəşəm olan belə bir şam dekoru çıxıb. Mən bəyəndim. Növbəti məhsulumuz belə bir bədən yağıdır. Açığı deyim, istifadə etməmişəm. Hansı dəri tipinə uyğun gəldiyini tam olaraq bilmirəm. Növbəti məhsulumuz isə belə bir sabundur. İstifadə etməsəm də qoxusu isə çox möhtəşəm idi. Bu səbətdən istifadə etdiyim ikinci, üçüncü məhsul belə bir köpük şampunu və duş geli oldu. Çünki qoxuları dəhşət möhtəşəm idi. Mən qoxulara qarşı bildiyiniz həssasam. Ona görə də həmən açıb istifadə etdim. Növbəti məhsul belə bir vanna duzudur. İstifadə etməmişəm. Düşünürəm ki, dərinin nahamarlığını aparmaqdan ötürü aromalı bir duz idi. Qoxusu da çox gözəl idi. Məni izləməyi və like atmağı isə unutmayın. Təşəkkür edirəm izlədiyiniz üçün.